Salam əziz və hörmətli müəllimlər. Hal-hazırda Moodle platformasına daxil olmaq üçün video təlimata baxırsınız. Moodle platformasına daxil olmaq üçün universitetimizin rəsmi səhifəsinə daxil oluruq. Sayta daxil olduqdan sonra sağ tərəfdə e-xidmətlər menyusunun altında e-tədris submenyusunun üzərinə tıklayırıq. Qarşımızda belə bir səhifə açılır. İstifadəçi adı və parol yalnız kənardan qoşulan müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Bizim universitet tərəfindən hər birimizin korporativ meyli olduğu üçün biz yalnız Office 365 ilə qoşulun üzərinə vurmaqla platformaya daxil ola bilirik. Platformaya daxil olduqda qarşımızda belə bir səhifə açılır. Bu bizim şəxsi səhifəmizdir.